Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunun Kirantas kəndinə səfər edib. O, bu barədə sosial şəbəkə hesabında video yayımlayıb. Səfərin məqsədi delimitasiyadan sonra görülən işlər və yerli infrastrukturun vəziyyəti ilə tanışlıq olub. Bundan başqa baş nazirin geyimi də sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Paşinyan başındakı rəngli kepkası ilə diqqət çəkib. Aprelin 18-i saat 22:35 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun mövqelərinə atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.